Hə uşaqlar, indi bu günləri sizinlə danışacağıq nədən? Azərbaycan, yəni Albaniyanın Sasani imperiyasının tərkibində mövzusundan danışacağıq. Deyirik artıq nə baş verdi? Elə bil ki, Parfiya dövləti zəifləyəndən sonra başladı ona daxil olan dövlətlər var. Eyni zamanda onun əsarətinin altında olan dövlətlərdə canlanma baş verir. Yəni müstəqil olmaq istəyirlər. Parfiya da bunun qarşısını almaq üçün nə edir? Asılı ölkələrdə yerli hökmdarların o şeylərini dayandırır da, hakimiyyətlərini dayandırır, başlayır öz adamlarının hakimiyyətə getməyə. Məsələn, dedi eramızın başlanğıcında Atropatena tamamilə daxili müstəqilliyinə son qoyur Ariyovasın ölümündən sonra. Albaniyada kimlər gəldi hakimiyyətə? Alban Arşaki sülaləsi, yəni Parfiya Arşakilərinin bir qolu olan Alban Arşakiləri hakimiyyətə gəlir. Yəni Moisey Kalankatlı nə deyir? Deyir ki, Albaniyada ona yaxın Alban Arşaki hökmdarların adını çəkir. İndi Arşakilərdən əvvəl kim idi? Ümumiyyətcə Albaniyanı 3 sülalə idarə edirdi. Aranilərdir. Dövlət yaranandan bizim eranın 1-ci əsrinə qədər. Bizim eranın 1-ci əsrindən 6-cı əsrinə qədər Arşakilər sülaləsidir. 630-dan 705-ə qədər də Mehranilər sülaləsi idarə edir. Deyir artıq nə baş verdi? 224-cü ildə Parfiya dövləti süquta uğrayır. Kim tərəfindən? Sasani sərkərdəsi Ərdəkir Babəkan tərəfindən. Bizim eranı 226-cı ilində artıq nə yarandı? Sasani dövləti yaranır və başladı. Atropatena dövləti demirik. Atropatena ərazisini 227-ci ildə nə edir? Sasanilər bax bu ərazini 227, bax Sasani dövləti burada İran ərazisindəydi. 227-ci ildə Atropatena dövlətinə qatdı öz ərazisinə. Bəli. Deyirik ki, sonradan Albaniya düzdür, əvvəllər qatılmaq istəmirdi, amma 260-cı ildə nə baş verir? Sasani şahı vardı. 1-ci Şapur Roma imperatoru Valeriyanın ordusunu məğlubiyyətə uğradır. Eyni zamanda Valeriyanı əsir götürür. Ondan sonra artıq qonşu ölkələrə məktub göndərir ki, gəlin mənim əsarətim altına keçin. Həmin vaxtı kim idi? 1-ci Vaçe idi Albaniyada hakimiyyətdə. Bəli, 1-ci Vaçe şeydə də Sasanilərdə də 1-ci Şapur idi. 1-ci Vaçe bəli, 1-ci Şapurun asıllığını qəbul eləyir. Nə vaxt? 262-ci ildə. Aydın oldu mu? Biz də bunu hardan bilirik? Nəqşi Rüstəm var. Hal-hazırda İran ərazisindədir. Bəli, Nəqşi Rüstəm həmin vaxt 1-ci Şapurun orada kitabəsi var idi. Məbədin divarında yazı gələtdirmişdi. Onda artıq orada deyir ki, 27 dənə ölkənin adı çəkilir. Onların içərisində Adurbadagan, yəni Atropatena, eyni zamanda Albaniya, bir də Albaniyanın bir vilayəti vardı, Balasakan. Yəni indiki Beyləqan ərazisi, Kürnən ərazinin qovuşduğu ərazi. Bax bu ərazilərin adı çəkilirdi. Aydın oldu mu? Bax burada ümumiyyətcə bir proses var. Kürün sol sahilində və sağ sahilində yerləşən vilayətlər. Ümumiyyətcə biz həmişə bu cür götürürük. Məsələn, Kür hardan başlayır? Türkiyə ərazisindən başladı. Hara gəlir? Gəlir tökülür Xəzər dənizinə. Bunu silək daha qəşəng düşsün. Deyirik bax məsələn Türkiyə ərazisində başlayır. Bax bu ərazilərdən gəlir, keçir, tökülür Kürə. Bunun mənbəyi haradır? Bura. Buradan başlayır. Mənsəbi haradır? Xəzər dənizi. Gedib dururuq bunun mənbəyində. Mənbəyində durub mənsəbinə doğru baxırıq. Sol tərəfdə qalan tərəfimiz Kürün sol sahilidir. Sağ tərəfdə qalan tərəfimiz Kürün sağ sahilidir. Deyirik həmin dövrdə Kürün vilayətlərə bölünürdü. Albaniya ərazisi vilayətlərdə əyalətlərə bölünürdü. Gəl görək. Kürün sol sahilində hansı vilayətlər var idi? Məsələn deyirik Qəbələ var idi. Eyni zamanda Şəki var idi. Bundan başqa hansılar adı var? Kambisena var idi, Lipina var idi, nə bilim, Çola var idi, Dərbənd ərazisi. Yəni bunlar hamısı Kürün sol sahilində yerləşir. Kürün sağ sahilində hansılar yerləşir? Arsaq ərazisi indiki Qarabağ ərazisini əhatə eləyir. Eyni zamanda Uti vilayəti indiki Bərdədən bu tərəfdə Gəncə-Qazax ərazisini əhatə eləyir. Bundan başqa Paytakaran var idi. Haraydı Paytakaran? Beyləqan ərazisi idi. Eyni zamanda indiki Ermənistan ərazisi Sunik adlandırılırdı. Yəni bu da bu Kür çayının sağ sahilində yerləşən nə idi? Albaniyanın vilayətləri idi. Yəni ki, bura qədər məsələ aydın oldu. Kürün sol sahil, sağ sahil vilayətlərin adını çəkdik. Gəl danışaq feodal münasibətlərinin yaranmasıdır. Ümumiyyətcə feodal münasibətləri bugün yatıb səhər duruq demirlər. Biz feodalizm dövründə yaşayırıq. Feodal münasibətləri yavaş-yavaş quldurluğun içərisində yaranmağa başlayır. Necə ki biz dedik, mezolit dövründə əkinçilik və maldarlığın əsası qoyulur, neolit dövründə formalaşır. Onun kimi də artıq bu quldurluq dövründə yaranmağa başlanmışdı, amma tam olaraq biz feodalizmi 3-cü əsrdən başladıq. Yəni deyirik 3-cü əsrdə feodalizm başladı.
Və nə baş verdi artıq? 1-ci Xosrov Ənuşiravanın dövründə daha da inkişaf elədi. Feodal münasibətləri tədricən də möhkəmlənir. Amma feodal münasibətlərin Avropadan fərqli cəhəti yazmışıq. Gəl görək nə deməkdir bu. Bax məsəl üçün bizdə nə vaxt yarandı feodalizm? 3-cü əsrdə yaranmadı. 3-cü əsrdə yaranır, bəli, 19-cu əsrin ikinci yarısı. Yəni deyirik ki, Azərbaycanda tez yaranıb, 3-cü əsrdə yaranıb, gec, yəni 1870-ci ildə gec süqut edib. Amma Avropada nə idi? Gec yarandı, 5-ci əsrdə yarandı, tez süqut elədi. Yəni 17-ci əsrdə süqut edir. Eyni zamanda bizdə kəndlilər feodaldan şəxsən asılı deyil idi. Yəni təhkimli deyil idi. Bu nə deməkdir? Vergisini ödəyib yaşadığı ərazini tərk eləyə bilirdi. Amma Avropada elə deyildi. Həm iqtisadi cəhətdən asılı idi, həm də şəxsən asılı idi. Vergisini verirdi, amma bir yerdən digər yerə keçmək üçün gələ feodaldan icazə almalı idi. Deməli bizim ərazimizdə feodalizmdə təhkimli kəndli söhbəti yoxdur. Amma Avropada təhkimli kəndli var. Yəni şəxsən asılı olan kəndli var. Eyni zamanda bizdə deyirik nə idi? Feodalların xüsusi təsərrüfatı demək olar ki, yox idi. Amma Avropada feodalların xüsusi təsərrüfatı var idi. Bu nə deməkdir? Necə ki bizdə quldarlıq dərin kök sala bilmədi, quldarlığın dövründə, onun kimi feodalizm də dərin kök sala bilmir. Çünki bizdə nə idi deyirik? Xüsusi təsərrüfat demək olar ki, yox idi. Amma Avropada xüsusi təsərrüfat var idi. Yaxşı, inkişafını da dedik. Nədən danışaq? Sasanilərin köçürmə siyasətinə. Bəli, artıq Sasanilər buranı tutandan sonra köçürmə siyasəti aparırlar. Məqsəd nə idi köçürmə siyasətində? Məqsəd deyirik ki, özlərinə etnik dayaq yaratmaq istəyirlər. Yəni, öz millətlərinin hesabına burada öz mövqeylərini möhkəmləndirmək istəyirlər. Kimi köçürdülər? Fars əsli, məsələn, tatları köçürürlər. Fars əsli tayfaları, yəni göndərirlər bura, özlərinə etnik dayaq yaradırlar. Bir də burada mövqeyləri möhkəmləndirirlər. Yəni, Sasanilərin köçürmə məqsədi buydu və eyni zamanda Sasanilər Xəzəryani bölgələrdə qalalar, əsasən də Dərbənd ərazisində neynədilər? Qalalar inşa eləməyə başladılar. Məsələn, Dərbənd səddi çəkdirdilər, Dəmirqapı Dərbənd qalasını inşa elətdirdilər 6-cı əsrin ortalarında. Məqsəd nə idi? Bəs yaxşı, bunlar niyə görə eləmək istəyir? Yazmışıq türklərin ikinci böyük etnik axını. Birinci böyük etnik axını dedik ki, Kimerski, Sak tayfalardır. İkinci böyük etnik axını da həmin bax bu Hundu, Basildi, Bulqardı, Xəzər tayfalarının axınlarıdır. Məqsəd odur ki, türk axınlarının qarşısını alsın. Necə ki, Çin səddini çəkdi ki, Hunların qarşısını alsın. Onlardan qorusun. Bacarmadığı kimi Sasanilər də Dərbənd səddini çəkdi ki, həmin bu türk axınlarının qarşısını alsın. Lakin nə baş verir? Bacarmır bunu. Aydın oldu. Bax bu kimi proses baş verdi. Artıq deyirik ki, bunların ikinci axını baş verir. Nə baş verir? Bizim elə ki, vahid xalqın yaranması prosesini sürətləndir. Dedik, vahid türk xalqın yaranması prosesi nə vaxt başladı? Atropaten Albaniya dövlətinin yaranması. Nə vaxt inkişaf eləyir? Sasanilərin dövründə. Nə vaxt sona çatır? Ərəb istilası dövründə. Aydın oldu mu? Aha, torpaq mülkiyyət formaları var. Ümumiyyətlə torpaq mülkiyyət formalarından danışmamışdan əvvəl deyək ki, burada məsələ nədir? Vergi verənlər 4-cü təbəqədir. Məsələn, 1-ci təbəqədə kahinlər idi, 2-ci təbəqə döyüşçülər idi, 3-cü təbəqə məmurlardı. Bunlar nə idi? Hakim təbəqə idi, vergilərdən azad idi. Bir də 4-cü təbəqə var ki, vergi verənlər, kəndlilər, sənətkarlar, tacirlər. Bax, burada vergi məhsul şəklində verir. Çünki natural təsərrüfat hökm sürür. Natural təsərrüfat nə deməkdir? Biri var, 1 hektar kartof əkirsən satmaq üçün. Bir də var ki, qapıda 2 sot yerdə kartof əkirsən özün istifadə eləməkdən ötürü. O satmaq üçün hazırladığın əmtəlikdir, satılıq üçündür. Amma o 2 sot yerə əkdiyin əmtəlik deyil də, o şəxsi istifadən üçündür. Və o dövrdə də elədi. Yəni natural təsərrüfat idi, bazar üçün deyil idi. Bu özlərinin nə idi bu? Təmin eləməkdən ötürü əkirdilər. Və ona görə də vergini natural vergi kimi ödəyirdilər. Yəni məhsulla ödəyirdilər vergini, pulla yox. Aydın oldu mu? İndi burada torpaq mülkiyyət formaları var. Dastaket, xostak. Dastaket nədir? Nəsli torpaq sahiblidir. Yəni belə bir dənə feodaldır, ölür, onun torpağı keçir kimə? Onun oğluna, onun varisinə. Yəni xüsusi mülkiyyət idi dastaket. Bir də var idi ki, xostak. Bu əsasən kimin dövründə yaranır? 1-ci Xosrov Ənuşiravan. Elə Xosrov, xostak. X-larla başlayır adlar. Hərbi xidmət müqabilində verilən şərti torpaq idi. Nə deməkdir bu? Mən hərbiçiyəm, gedirəm, döyüşürəm, mənə torpaq verilir, mən hərbi xidmətimi sona çatdırandan sonra və yaxud da öləndən sonra
həmin torpağı qaytarıb verir dövlətə. Yəni şərti idi, irsi deyil idi. Sən xidmət elədiyin müddətdə sənin olurdu həmin torpaqlar. Xidməti bitirəndən sonra torpaqları qaytarıb verir. Bir də var Sasanilərin dövründə vergilər. Aha, xaraq və gecid. Xaraq nə idi? Xaraq torpaq vergisi idi. Aydın oldu? Yəni məhsulla alırdı. Torpağında əkdiyi məhsula görə məhsulla alınan xaraq torpaq vergisi idi. Bir də var gecid. Bu da can vergisi idi. İldə bir dəfə alınırdı. Kimdən? Vergi verənlərdən, yəni kəndlilərdən, sənətkarlardan, tacirlərdən alınırdı. Hətta dedik 1-ci Xosrov Ənuşiravanın islahatına əsasən nə oldu? Qadınlar, qocalar, xəstələr, şikəstlər, nə bilim məmurlar, zehni işlə məşğul olanlar, kahinlər can vergisindən azad edildi. Gəlin indi burada dinlərindən danışaq, görək dinlər nədir? Yazmışıq bura nə? Manilik təlimi. Deyirik, manilik təlimi nə vaxt yarandı? 3-cü əsrdə yarandı. Əsasən deyirik, Atropatenada geniş nə olmuşdu? İnkişaf eləmişdi. Əsasən Sasani zülmünə qarşı idi. Yəni nəyə? Yüksək zümrəyə qarşı qalxmışdı. Mani özü dünyanı gəzir, bütün dinlərin haqqında məlumatı var idi. Deyirdi, nə etmək lazımdır? Bütün dinləri yığıb, hər hamısından yaxşı elementlər götürüb vahid bir din yaratmaq lazım idi. Amma biraz problemi var idi bu maninin. Nə idi məsələ? Yəni deyirdi ki, həmin bu maniçilik təlimində söhbət onunla gedir ki, deyirdi sonda xeyir şər üzərində qələbə çala bilməyəcək. Sonda şər qüvvələr qələbə çalacaq. Xeyirdirsə da niyə mübarizə aparasan ki? Yəni mübarizə yolu ilə ədalətli cəmiyyət qurulmasına inanmırdı. Məsələn, bəzi ağsaqqallar var, gedib otururlar çayçıda, səhərdən axşama kimi uşaq pulu verilmir, nə bilim mən pensiya niyə qalmır, niyə işsizlik var, danışırlar, axşamda söhbət dağılışır, gəlib otururlar evdə. Yəni manicilər onu xatırladırdı. Nə mübarizə aparmaq istəmirlər, nə də qələbə çalacaqlarına inanmırlar. Mübarizənin nə mənası var boş-boş danışmağın? Amma məzdəkilər nə idi? Məzdəkilər hərəkatı artıq nə vaxt yaranır? Deyir ki, 481-529-cu illərdə. Neyinirdi bunların? Bax, burada yazmışıq ki, bura məzdəyin əsas ideyası vardı. Bəli, bu ədalətli cəmiyyət qurmaq istəyirdi. İnsanlar arasında əmlak bərabərliyi yaratmaq istəyirdi. Nə idi? Deyirdi ki, bütün şəxsi mülkiyyət inkar edilməlidir, bərabərlik təbliğ edilməlidir. Amma maniçilərlə deyir ki, nə idi? Fərqli xüsusiyyəti o idi ki, sonda deyir ki, xeyir şər üzərində qələbə çalacaq. Zərdüştlər kimi fikirləşirdi məzdəkilər. Eyni zamanda mübarizə yolu ilə ədalətli cəmiyyət quracaqlarına inanırdılar. Amma maniçilər buna inanmırdı. Nə deyirlər, sonda məğlub olacaq, heç bir şeydə yaxşı olmayacaq. Bu nə mübarizəsi bilinmir. Amma deyirik ki, məzdəkilər artıq dedi ki, mübarizə yolu ilə ədalətli cəmiyyət qurmaq mümkündür. Eyni zamanda sonda xeyir şər üzərində qələbə çalacaq. Hətta nə olur? 1-ci Qubat feodalların əlin qolunu yığmaq üçün bunlara arxalanır, bunları himayə eləyir. Hətta nə olur? Aclıq zamanı taxıl paylayır əhaliyə. Amma sonda iri feodallar 1-ci Qubatı taxtdan salır. 1-ci Qubat gedir Axun hökmdarının qızı ilə ailə qurur. Axunların köməyi ilə hakimiyyətini bərpa eləyir və məzdəkilərə divan tutur. Məzdəkilər hərəkatını yatırır və məzdəki edam elətdirir. Məzdəkilərin manicilərdən fərqində dedik. Nədir bu? Zərdüştlüyün Sasanilərdə hakim dinə çevrilməsi. Bəli, Zərdüştlüyün artıq bizdə belə bir deyim var da, əsasən də onu yaşlı adamlar deyirlər, qılınc müsəlmanı. Yəni bizdə elə bir şey yoxdur. İslam dini bizim ərazimizdə qılınc vasitəsilə yayılmayıbdır. Yəni düzdür, torpaqları tutanda döyüş olubdu, bir-birini qılıncdan keçirir, o başqa məsələdir. Amma səni müsəlman olmasan səni qılıncdan keçirəcəm deyə bir şey yoxdur bizim tariximiz. Yəni İslam tarixində elə bir söhbət yoxdur. Amma faktiki olaraq Zərdüştlük dini qılıncla yayılıb. 1-ci Şapurun dövründə nə deyir? Deyir, atəşpərəstlik zorla yayılmalıdır. Hətta bunun haqqında əmr də verir. Yəni belə dərinə geçsək, bizdə Zərdüştlük qılınc gücünə yayılıbdır. İslam dini yox. Və yaxud da xristianlığın özü olsun. Xristianlıqda da nə baş verir? Deyir ki, 1-ci mömin, 3-cü mömin Vaçaqan neyinir? O digər dinlərə sitayiş eləyənləri təqibə məruz qoyur. Amma İslam dində elə bir şey olmuyor ki, insanları qılıçdan keçirsinlər və ya da təqiblərə məruz qalsın. Necə? Bizim dində insanlar özləri öz içlərində inanmalıdır. Bəli, məcburiyyət yoxdur. Yaxşı, sonra davam eləyək. Qələmimizi qoşaq. Aha.
Gəl danışırıq 1-ci Xosrov Ərüşnavanın islahatlarını. Bəli, deyir ki, müəyyən sahələrdə islahat keçirir, vergi islahatı, eyni zamanda torpaq, inzibati islahat. İnzibati islahat haqqında danışaq. Neynədir? Götürdü dövləti 4 qustaqlığa böldü. Qustaqlıq nədir? Tərəf, cəhət deməkdir. Elə bir şimal, cənub, şərq, qərb buna cəhət deyirik. Qustaqlığa bölür. Və neynir? Albaniya ilə Adurbadanı, yəni Atropatenanı şimal qustuna daxil elədi. Bunun nə oldu? İnzibati islahatı. Sonra başladı torpaq və vergi islahatı keçirir. Nədir? Sahibsiz torpaqları yığır, götürür hərbiçilərə paylayır. Dediyi xostaq şeylədir. Nə deyirlər ona? Torpaq payladı. Şərti torpaq. Eyni zamanda vergiləri nizamlayır, məmurların özbaşınalığının qarşısını alır, hətta islahat keçirir ki, qocalardan, qadınlardan, xəstələrdən neynəməyin? Can vergisi olan geçdi almayın. Bəli, nəticəsi nə olur? Nəticəsinə deyirik ki, xırda və orta torpaq sahiblərinin sayı artır, eyni zamanda şərti torpaq mülkiyyəti güclənir. Bəli. Sonra danışacağıq Urnaydan. Urnayda Alban Arşaki hökmdarı idi 313-371-ci illərdə. 313-371. Bəli, 313-371-ci illərdə hakimiyyətdə olmuşdu Urnay. Urnay neyinir? Deyir ki, müstəqil xarici siyasət yürüdür və Sasani hökmdarı 2-ci Şapurun müttəfiqi kimi neyinir? Götürür, şeylərlə mübarizə aparır. Roma ilə mübarizə aparır və onlardan məşhur Amid və Dizrab döyüşləri var ki, deyir 359-cu ildə Sasanilər birləşir Albanlarla, gedirlər Suriyaya, getmək istəyirlər daha doğrusu Suriyanı azad eləməyə. Artıq həmin vaxtı nə baş verir? Yolda elə Diyarbəkirə yaxın bir ərazidə, Türkiyə ərazisində Amid adlı yer var. Orada Amid döyüşü baş verir. Urnay da həmin döyüşdə iştirak eləyirdi. Bəli, Sasanilərlə Albanların qüvvələri qələbə çalırlar Amid döyüşünə. Lakin sonradan Amid döyüşü neçənci ildə oldu? 359-da. Sonradan Dizrab döyüşü baş verəcək 371-ci ildə. Bəli, Dizrab döyüşünə amma deyir ki, nə idi? Sasanilərlə Albanların birləşmiş qüvvələri məğlub olurlar. Hətta Albaniya 4 dənə vilayətini itirir. Utidir, Şakaşendir, Kohdur, Girdimandır. Bunlar da hansı tərəfdə yerləşir? Göyçə göl ətrafında. Yəni həmişə xəritədə testdə sənə düşəndə bax gör hansı Albaniyanın hansı tərəfi yaxındır Romaya. Da göyçə tərəfdə, o tərəfdən ki, göydən gəlib düşməyəcəklər, göyçə tərəfdən gəlirlər də. Bax həmin ərazilər, Kürün elə bil ki, sağ sahilində yerləşən əraziləri bəli ələ keçirirlər. Və nəhayətdə yazmış ki, Sasani Roma müqaviləsi. Bəli, 387-ci ildə. Bax burada Urnay yox idi artıq. Urnay ölmüşdü. Urnay nə vaxt öldü? 371-də. Amma deyir ki, Sasani Roma müqaviləsi imzalandı 387-ci ildə. Nə idi? Şərtləri o idi ki, Cənubi Qafqazı bölürlər, Uti, Şakaşen, Kot, Girdiman vilayətləri yenidən qaytarılır Sasanilərin tərkibinə. Aydın oldu. Sonra var burada Asuagen adında Albanların hökmdarı var ki, bu 5-ci əsrin 1-ci yarısında hakimiyyətdə olur. Aydın oldu. 424-444-cü illərdə 20 il hakimiyyətdə olur Asuagen. Bu mədəni həyat yazmışıq. Bəli, mədəni hökmdar olur. Nə iş görür? Deyir ki, təhsil, əlifba, dini kitablar. Bu nə deməkdir? Uşaqları təhsilə cəlb eləyir. Köhnə Alban əlifbası əsasında yeni Alban əlifbası tərtib eləyir. Eyni zamanda dini kitablar vardı. Məsələn, Suriya dilində, Yunan dilində. Onları Alban dilinə tərcümə elətdirir. Ondan sonra gəlir bizim məşhur ikinci vaçemiz. İkinci vaçe nə vaxt oldu hakimiyyətdə? 463. Bəli. İkinci vaçenin dövründə bəli, bunun dövrü Sasanilərə qarşı mübarizə kimi xarakterizə olunur. Deyirik gördüyü tədbirlər. Neyinir? İkinci vaçe. Massaget türk tayfalarında Massaget. Massagetləri öz tərəfinə çəkir. Eyni zamanda Qafqazın 11 dənə bax yazmışıq Massaget, Qafqazın 11 hakimi. Bəli, Massagetlər öz tərəfinə çəkir. Qafqazın 11 hakimi ilə ittifaq qurur. Eyni zamanda Çola dərəsi, yəni Dərbənd ərazisini ələ keçirir və başlayır neynəməyə? Xristianlıq etiqadını qəbul edib onu yaymağa başlayır. Həmin vaxtı Sasanilərdə hakimiyyətdə kim idi? İkinci Vaçenin dayısı Yezdəgird. Yezdəgird 457-ci ildə ölür. Ondan sonra onun oğlu gəlir Firuz. Firuz şah gəlir. Gələn kimi elə Firuzun şərəfinə bir dənə şəhər saldırır. Firuzabad. İndiki Bərdə şəhər.
və həmin Firuzabadda keçirir eləyir paytaxt. Niyə paytaxtı Qəbələ ta qədimdən elə dövlət yaranandan paytaxt Qəbələ idi? Niyə onu Firuzabada Bərdəyə köçürür? Çünki şimaldan tez-tez nə olurdu? Tayfalar baskı eləyirdi ora, qarət eləyirdilər. Həmin o hücumların qarşısını almaq üçün Bərdəyə köçürür. Çünki o şimaldan gələn tayfalar üçün Qəbələni tutmaq daha rahatdır. Amma Bərdəni tutmaq çətindir. İndi şeylər Türkiyə bir tərəfdən, Gürcüstan bir tərəfdən Kür çayının qabağını alır, Kür çayı quruyub, Kür çayının içindən hamı keçib gedə bilir. Amma o vaxtı Kür çayı təlatümlü bir çay idi. Oradan keçmək çətin idi. Ona görə də bəli, deyirik artıq nə oldu? Paytaxtı Bərdəyə köçürdü. Ondan sonra ikinci Yezdəgirin oğlu Firuz baxır ki, nədir? Bu sakit durmur, bir yerdə durmur. Ona görə də artıq nə edir bu? Xristianlığı yayır. Xristianlığın yayılmasına qarşı idi Firuz və Haylandur Hunları. Yazmışıq. Haylandur Hunlarını qızışdırır, göndərir bunun üzərinə. Nə vaxt? 462-ci ildə Haylandur Hunları gəlir və nəhayətində 2-ci Vaçe 463-cü ildə neyinir? Hakimiyyətdən əl çəkir, atasından qalan bir mülkü idarə edir. Ondan sonra 1-ci mərzbanlıq dövrü də deyirlər, kiçik mərzbanlıq dövrü də deyirlər, 30 illik mərzbanlıq dövrü də deyirlər. Bu dövr başlayır. 463-dən neçənci ilə qədər? 487-ci ilə qədər olan dövrə əhatə edir. Aydın oldu. Bəli, görülən tədbirlər, yəni kiçik mərzbanlıq dövründə hansı tədbirlər görünür? Heç nə, başlayır artıq dövləti Alban arşakiləri yox, Sasani mərzbanları idarə eləməyə. Və nağarlar əhalini siyahıya alırlar. Yadında saxla, həmişə əhali siyahıya alınandan sonra atılan tədbir nədir? Vergilərin artırılması. Əhali niyə siyahıya alsınlar ki? Vergiləri artırmaqdan ötürü. Bəli, əhali siyahıya alınır, vergilər artırılır. Aydın oldu. Və nəhayətində artıq deyirik ki, Sasanilərdə vəziyyət pisləşir. Nə olur? Firuz ölür, aləm qarışır bir-birinə. 487-dən 510. Bəli, buna hakimiyyətə gəlir kim? 3-cü Mömin Vaçaqan. Bəli, 3-cü Mömin Vaçaqan başlayır xristianlığı təbliğ eləməyə. Xristian məbədləri açdırır, dini birliyə nail olmaq istəyir. Eyni zamanda məbədlər tikdirir. Məsələn, məşhur Amaras monastırını elə bizim bu 3-cü Mömin Vaçaqan tikdirmişdi. Və neynədir? Artıq başladı, bəli, Aguyen Kilsə Məclisi. Neçənci ildir? 488-ci ildir. Bəli, 400 deyir ki, bizə gəlib çatmış yeganə tarixi hüquqi sənəd nədir? Aguyen Kilsə Məclisi. Nə varmıdır? Bunu çağırdı, xristianlıq qanunlar qəbul etmək istəyirdi. Eyni zamanda Alban kilsəsinin dayaqlarını möhkəmləndirmək istəyirdi. Ona görə Aguyen Kilsə Məclisini çağırır. Bəli, deyirik, xristianlığın feodal əsasları nizamlanır. Eyni zamanda feodal münasibətləri inkişaf eləyir. Həmin bu Aguyen Kilsə Məclisinin nəticəsində. Amma buna baxmayaraq nə oldu? Bunlar burada dərin, yəni xristianlıq Azərbaycanda dərin kök sala bilmir. Sadəcə olaraq müəyyən dağlıq ərazilərdə qalır. Yazmışıq azatlar, ramiklər, patriklər nə deməkdir? Bu Moisey Kalankatların Albaniya tarixi əsərində adını eşidirik bunların. Azatlar əsasən xırda və orta feodallar idi. Aydın oldu. Demək, xırda və orta feodallar kimlərdir? Azadlar. Azadlar kimin başında dururdu? Xostak sahibləri idi. Bəs yaxşı, şey nə idi? Patriklər. Patriklər də əsasən Dastsakertin başında dururdu. Aydın oldu. Bir də var idi ramiklər. Ramiklər də qara cəmaəti idi. Yaxşı, yazmışıq uzun müddətli Sasani mərzbanlığı dövrü. Artıq nə baş verdi? 510-cu ildə 3-cü Mömin Vaçaqan öləndən sonra, bir dəqiqə, 3-cü Mömin Vaçaqan hara getdi bu? Bəli. Deyir artıq 3-cü Mömin Vaçaqan öləndən sonra Sasani uzun müddətli Sasani mərzbanlığı dövrü başlayır. 510-dan 629-cu ilə qədər. Bəli, 510-dan 629-cu ilə qədər uzun müddətli Sasani mərzbanlığı dövrü başlayır. Həmin dövrdə vəziyyət nə cürdür? Yenə də Azərbaycan, Albaniya, Cənubi Qafqaz olur Sasani Bizans. Şu artıq biz Sasani Bizans deyirik. Əvvəllər Roma deyirik axı Amit Dizrav döyüşlərindən. Amma artıq nə baş verdi? Roma imperiyası 395-də iki hissəyə bölünür. Qərbi Roma, Şərqi Roma. Şərqi Romanı biz Bizans adlandırdığımıza görə indən sonraki proseslərdə biz Bizansın adını eşidəcəyik. Bəli, deyir ki, onlar arasında müharibə baş verir. 591-ci ildə müqavilə bağlanır. Həmin müqaviləyə əsasən yenə də Albaniya ərazisi qalır Sasanilərin təsiri altında. 624-628-ci ildə yenə də Sasani-Bizans müharibəsi baş verir. Bəli, həmin döyüşdə 629-cu ildə yazmışıq ki, sülh. Sülh bağlanır. Bəli, bu sülhə əsasən yenə də nə oldu? Albaniya qaldı Sasanilərin təsiri altında. Amma deyir 629-cu ildə bura kimlər gəlir?
Xəzər tayfaları, dövlət yox, dövlət elə yaranmayıb. Xəzər tayfası gəlir 629-cu ildə. Nə işi var idi Xəzərlərin burada? Bizansa köməyə getmişlər. 624-628-ci illərdəki döyüşlər oldu Sasani-Bizans arasında. Həmin vaxt onlar getmişlər Bizansa dəstək verməyə, Muzluc kimi döyüşməyə. Qaydanda dedilər elə Albaniyanı tutaq burada dövlət quraq. 629-dan 630-a kimi. Bəli, burada olurlar. Həmin bu Xəzərlər, lakin aralarında baş verən o ədavət çəkişmə nəticəsində deyirik ki, bunlar burada çox qala bilmirlər. 630-cu ildə gedirlər. 630-cu ildə kim gələcək burada hakimiyyətə? Mehranilər sülaləsi. Mehranilər sülaləsinin banisi kimdir? Mihir. Bəli, Mihir deyilənə görə Moysey Kalankatlı deyir ki, nədir Mihir? Sabir tayfasına olan türk idi. Yəni orada müəyyən problemlər olur Sasanilərdə. Onların təqibindən qurtarmaq üçün gəlir bu ərazilərə. Yəni ki, Şəmkir Qazax zonasında məskunlaşır. Orada Mehravan şəhərinin, eyni zamanda Mehravan qalasının əsasını qoyur. Amma artıq Sasanilərlə Bizans o qədər mübarizə aparmışdı ki, bir-birini tam şəkildə zəiflətmişdi. Yəni bu Mihir bilsən nə vaxt gəlir? 6-cı əsrin sonları gəlir bu ərazilər. Yəni orada dövlət zad yaratmır hələ ki. Bəli, ona görə də artıq Sasanilər də Bizansda zəiflədiyinə görə, bəli, artıq müstəqilləşmə başlayır. Varaz Qriqor. Bəli, Varaz Qriqor nə var? 630-dan 642-ci ilə kimi Varaz Qriqor olur hakimiyyətdə, yəni qurucusu Varaz Qriqordur. İlk vaxtlar özünü nə edir? İraklinin vassalı. İrakli kimdir? İrakli bizim bu Bizans imperatoru idi. Özünü onun vasitələrini qaçışdırmır. Çünki o qədər burada Sasani adı çəkir ki, elə bilirlər ki, elə bu Varaz Qriqor hakimiyyətə çıxanda Sasanilərin vassalı kimi çıxır. Yox. İkinci İrak, yəni bu ikinci deyil daha doğrusu, elə İraklidir. Bizə o qədər ikinci İrakli demişəm ki, gəldi ikinci İrakli deyirəm buna. İrakli, yəni bu Bizans imperatoru İraklinin vassalı elan edir özünü. İlk vaxtlar deyirik ki, haraydı? Girdiman vilayətini idarə edirdi, amma sonradan bütün Albaniyanı özünə birləşdirir. Paytaxtı da hara olur? Bərdə. Bərdə olur paytaxtı. Yəni biz bildik elə Albaniyanın ta qədimdən paytaxtı Bərdədir. Sonuncu nümayəndə sonradan bundan sonra Cavanşir gəlir. Onun haqqında biz Azərbaycan Ərəb xilafətinin tərkibində mövzusuna danışacağıq. Ondan sonra da Varaz Tridat sonda da aparırlar onu edam edirlər. 705-ci ildə bunların sülaləsinin sonuna, yəni də bu Albaniya dövlətinin varlığına son qoyulur. Albaniyada xristianlıq yazmışıq. Bəli, ümumiyyətcə xristianlıq nə vaxt yaranır? Kimin adı ilə bağlıdır? Biz bunu ümumi tarix dərsində danışmışdıq ki, İsa peyğəmbərin adı ilə bağlıdır. Bizim erada yaranıbdır həmin din. Bəli, və artıq başlayır iki dövrə bölür. Biri həvari dövrüdür. Yəni həvari dövrü elçi dövrü deməkdir. Bir də Yunanpərəst dövrüdür. Yəni eramızın ilk əsrindən tutmuş düz 313-cü ilə qədər olan dövr həvari dövrüdür, apostol dövrüdür. Yəni nə idi? Gəlirdə müəyyən missionerlər tərəfindən din yayılırdı. Amma artıq 313-cü ildə Urna Arni nədir? Albaniyada xristianlığı dövlət dini elan edir ki, bizim bu dövrə artıq Yunanpərəst mərhələ deyir. Yəni ikinci mərhələsi baş verdi xristianlığın Azərbaycana. Bu gedişatlara baxmayaraq xristianlığın bəli 313-cü ildə dövlətini xristianlıq Azərbaycanda, yəni Albaniyada dərin kök sala bilmir. Lakin bəzi dağlıq, məsələn, şeylər var, biz Qarabağ xalında keçəcəyik, məlikliklər. O xristian məlikliklər. Yəni müəyyən dağlıq ərazilərdə qalır xristianlıq dini, dərin kök sala bilmir. Çünki İslam dini gələndən sonra xristianlıq dini tamamilə aradan gedir. Və həmin dövrdə məsəl üçün deyir ki, Cənubi Qafqazda, ümumiyyətcə Qafqazda ilk xristianlıq məbədi hansı olmuşdu? Bugün kimi Şəkinin Kiş məbədi var. Orada yerləşən həmin o Kiş məbədi deyirik ki, Qafqazın ilk xristianlıq məbədi olmuşdu. Bundan başqa 3-cü Mömin Vaçaqanın dövründə Xocavənd rayonu arasında Amaras monastırı tikilmişdi. Bundan başqa Qax rayonunun Qum kəndi var ki, orada Qum məbədi yerləşir. Eyni zamanda Qaxın Ləkit kəndi var. Orada Ləkit məbədi yerləşir. Bunlar hamısı xristianlıq məbədləridir ki, bəzilərinin qalıqları qalıb. İndi Amaras monastırı yaxşı vəziyyətdədir, Kiş məbədi yaxşı vəziyyətdədir. Amma Qum məbədi, Ləkit məbədi demək olar ki, yararsız haldadır. Aydın oldu.